İlham Əliyev Avropaya inteqrasiya haqqında düşünmür. Müstəqil ekspertlər prezidentin Avropa parlamentindən gələnlər qarşısında qəzəbli çıxışını belə qiymətləndirirlər. Azadlıq Elayeva baxırsınız, bizimlə qalın. Ali Məhkəmə aynesçiləri sevindirmədi. Lisenziyanın ləğvi ilə bağlı qərar qüvvədə qaldı. Beynəlxalq sülh günü Azərbaycanda da qeyd olunub. Ermənistan deyir ki, İskəndər raketi ona məxsusdur. İlham Əliyev və ailə üzvlərinə qarşı korrupsiya ittihamları araşdırılsın. Siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya məsələsinə baxılsın. Siyasi motivlərlə həbs olunanlar dərhal və heç bir şərtsiz azad edilsin. Bu və digər çağırışlar 2015-ci ilin sentyabrın 10-da Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsindən seçmələrdir. Bir ildən sonra sentyabrın 20-sində Prezident İlham Əliyev bu qətnaməyə öz münasibətini bildirib. Burada deyilir ki, son bir neçə ildə ümumilikdə Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşib. Bu doğru deyil. Azərbaycanda insan haqları ilə bağlı vəziyyət yaxşılaşır, ölkəmiz demokratik inkişafa və insan haqlarının qorunması işinə sadiqdir. Düşünürəm ki, burada insan haqlarının qorunması ilə bağlı vəziyyət daha müsbət qiymətləndirmə tələb edir. Sənəddə özəlliklə 2014-cü ildə başlanan həbs dalğalarından bəhs edilir. Hüquq müdafiəçiləri, siyasi fəallar, jurnalist və digərlərinin həbsi pislənir, beynəlxalq təşkilatların qapadılması, qrant və QHT-lər haqda qanunların dəyişdirilməsi vətəndaş cəmiyyətinə baskı kimi dəyərləndirilirdi. O vaxt həbsdə olunanlar arasında hüquq müdafiəçiləri İntiqam Əliyev, Leyla Yunus, Rəsul Cəfərov, jurnalistlər Xədicə İsmailova, Seymur Həzi və digərləri göstərilir. Bəzi QHT rəhbərlərinə baskılardan danışılırdı. İlham Əliyev Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən sənəddəki bəzi məqamlara diqqət çəkib. Onlardan biri odur ki, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri davamlı hədə və təqiblərə məruz qalırlar. Onların arasında Meydan TV-nin direktoru Emin Milli ölümlə hədələnib. Bu səhvdir və yalandır. O heç vaxt ölümlə hədələnməyib. Bilmirəm, niyə burada belə yazılıb. Ola bilsin ki, bu yenə də Azərbaycan əleyhinə kampaniyanın bir hissəsidir. İlham Əliyev üçün problemlərin inkarı bir siyasətdir. Meydan TV-nin direktoru Emin Millinin prezidentin çıxışına münasibəti belədir. O bildirir ki, nəinki onun özünə, hətta ailə üzvlərinə də təhlükə yaradılıb. Qayını narkotik ittihamı ilə həbs olunub. Bir ildən sonra azadlığa çıxıb. Qohumları Emin Millidən imtina etməyə məcbur edilib. Bundan başqa Meydan TV ilə əməkdaşlıq edənlər də istintaqa cəlb olunub. Müstəqil hüquqşünas Xalid Bağırov düşünür ki, sənəddə yazılanların həqiqət olduğu hər kəsə elə İlham Əliyevin özünə də məlumdur. Belə açıq-aşkar çıxışı ictimaiyyət hesablanıb. Hamı bilir ki, Azərbaycandakı vəziyyət nədir? İlham Əliyev özü də bilir ki, Azərbaycanı hansı bir yerə sürükləyib. Sanki burada bir çıxış, belə deyim ki, bir oyun tərzi təklif olunur həm cəmiyyətə, həm də beynəlxalq təşkilatlara. Amma bu oyun tərzi yeni deyil. İlham Əliyev həmişə bu üslubu tərəfdar olub ki, ya məni bu cür qəbul edirsiniz, ya da ümumiyyətlə mən bildiyim kimi rəftar edəcəyəm. Lakin ilk dəfə idi ki, İlham Əliyev bunu cəmiyyət üçün eləyir. Cəmiyyəti də göstərmək istəyir ki, baxın, mən onları da belə güclüyəm, onları da hesaba almıram. Politoloq Hikmət Hacızadə prezidentin söylədiklərini təəssüflə qarşılayıb. Onun fikrincə prezidentin çıxışından belə nəticə çıxır ki, İlham Əliyev Avropaya inteqrasiya haqqında düşünmür. Avropa demokratiya qərb yolunu qəbul etmir. İlham Əliyevin Avropa Parlamentinin tənqidlərini qəbul etməyib deyilən iradları rədd etməsi kimi davranışlar avtoritar liderlərə xasdır. Avtoritar ölkələrin praktikasında belədir. Bizdə hər şey yaxşıdır, siz yalan danışırsınız. Çox heyf. Avropa Demokratik İnstitutları, İnsan Hüquq Müdafiə Təşkilatları, komitələr boş yerə bəyanat vermirlər. Maraqlansan, hər bir bəyanatla bağlı böyük qovluq verəcəklər. Orada hər bir pozuntu haqqında ətraflı yazılır. Sübutlar təqdim edilir. Ballar qoyulur. Axırda qənaət yazılırlar. Onlar susa bilərlər. Amma danışanda hər bir bəyanatın arxasında sübut olur. İlham Əliyev deyir ki, Azərbaycanda insan haqları qorunur. Hüquqşünaslar, siyasətçilər tam əks fikirdədirlər. Bəs Bakı sakinləri bu haqda nə fikirləşirlər? Onların prezidentlə görüşmək imkanı olsaydı, onlara insan haqları ilə bağlı hansı sualı verərdilər? Cavabları özlərindən eşidək.
görsəm əgər deyərəm ki ona, bu boyda neft var da, bu haçan biz yaşamağa başlayacağıq, bu qalmağı qutarıb haçan yaşamağa başlayacağıq. Bu boyda neftin pulları getdi. Haçan məndən bir 500 manat pensiya alacaq, 60 manat canı qutaracaq arvadını. Zavodlar açılsın, iş yerləri açılsın ki, cəmaət boş bekar gəzməsin də. Niyə iş yerləri açılmır? Niyə insanlar işinə təmin eləmir? Yəni niyə bu qədər haqsızlıq olunur vətəndaşlara qarşı? Cənab prezident hər şeyi görəndir və bilir. Sadəcə olaraq onun ətrafındakı insanlar, onlar hamısı yaxşı bilir ki, cənab prezident hər bir işlərindən xəbəri var. Millət, cəmaət biz yaxşı yaşasın. Ancaq bu. Bugün sentyabrın 21-də başqa bir beynəlxalq təşkilat öz rəyini açıqlayıb. Avropa Şurasının konstitusiya hüququ üzrə ekspertləri Venesiya komissiyası Azərbaycan konstitusiyasına təklif olunan dəyişiklikləri tənqid edib. Bu sənədlərin ölkə üçün bir xeyri olacaqmı bunu zaman göstərər. Amma müstəqil ekspertlər düşünür ki, hələ ki Azərbaycan hakimiyyəti bu tənqidləri inkar etməyi seçib. Məhkəmə aynesçilərin üzünü güldürmədi. Telekanalın lisenziyasının ləğvi barədə qərarı Ali Məhkəmədə qüvvədə saxladı. Ali Məhkəmədə Aynes telekanalının lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə baxılıb. Sevda Hüseynovanın sədrlik etdiyi Hakimlər Kollegiyası vəsadəti təmin etməyib. Məhkəmədən sonra jurnalistlərin suallarına cavab verən ANS-in baş direktoru Mirşahin Ağayev deyib ki, məhkəmədən ədalətli qərar gözləyirdi. Qarşı tərəfin argumentləri bizim gətirdiyimiz dəlillərlə müqayisədə qat-qat zəif idi və təsadüfən elə hakim buna görə bəlkə də Teleradio Şurası nümayəndəsinə demədi ki, səsinizi biraz sündürdən qaldırın ki, biz eşidək. Çünki həqiqət həmişə yalanla müqayisədə daha bərk səslənir, daha dürüst səslənir. İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS Müstəqil Yayın və Media şirkətinə 2013-cü il oktyabrın 25-də verilmiş lisenziyanı ləğv edib. Məhkəməyə Milli Televiziya və Radio Şurası müraciət etmişdi və müraciətini iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayımlanması ilə əsaslandırmışdı. ANS-in rəhbərliyi ittihamları qəbul etmir. Hərçənd ANS-in baş direktoru Fəthullah Gülənin mətbuat konfransında əməkdaşlarının iştirakını səhv adlandırıb. Türkiyə və Azərbaycan xalqlarından üzr istədiyini bildirib. Ermənistan tərəfi təsdiqləyib ki, İskəndər raket kompleksi ona aiddir. Söhbət Rusiya istehsalı olan 500 kilometrədək məsafədəki hədəfləri vura bilən bir silahdan gedir. Bundan öncə Azərbaycanda bəzi ekspertlər bu raketin əslində Rusiyaya məxsus ola biləcəyini demişdilər. Ermənistanın Müdafiə Nazirliyi sentyabrın 21-də Yerevanda keçirilən hərbi paradda nümayiş etdirilən İskəndər raket komplekslərinin ona məxsus olduğunu təsdiqləyib. Nazirliyin mətbuat katibi Arzurun Hovanesyan Azadlıq Radiosunun Ermənistan xidmətinin əməkdaşına deyib ki, paradda nə nümayiş etdirilibsə, hamısı Ermənistana məxsusdur. Ermənistan prezidenti Serj Sarkisyan isə çıxışında bu ilin aprelində Qarabağda baş verən döyüşləri uğur kimi təqdim edib. Qeyd edək ki, bu raketlər ilk dəfə bu günlərdə Yerevanda parada hazırlıq vaxtı nümayiş etdirilib. Rusiya istehsalı olan İskəndər raketləri 500 kilometrlik hədəfləri vura bilir. Rusiya mətbuatının yazdığına görə bu raketlər Ermənistana iki tərəfli razılaşma əsasında satılıb. Ermənistanın müstəqilliyinin 25-ci il dönümü münasibəti ilə keçirilən paradda Gümrüdəki 102-ci Rusiya bazasının nümayəndələri də iştirak edib. Bugün 21 sentyabr beynəlxalq sülh günüdür. BMT Baş Assambleyası bu günü qlobal atəşkəs və zorakılıqsız bir gün kimi təsis edib. Atəşkəsə heç də dünyanın hər yerində əməl olunmur. Amma bu günü bayram edib qeyd edənlər var. Onlardan biri də Azərbaycandır.
yaşlı Azərbaycan Konstitusiyası artıq 2 dəfə referendum yolu ilə dəyişdirilib. Daha bir dəyişiklik təklifinə sentyabrın 26-sında xalq öz münasibətini bildirəcək. Və söhbət hansı dəyişikliklərdən gedir? Bu dəyişiklikləri zəruri edən nədir? Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə and içirəm. Tilovu əlinə alıb düz üz tutur Kür sahilinə. Balıq tutub evinə ruzi aparacağı ümidi ilə. Təqaüdçü Fəxrəddin kişini tanıyaq. Fəxrəddin Əliyev təqaüdçüdür, 65 yaşı var. Onun hobbisinə iş də demək olar. Əlinə tilov götürüb üz tutur Kür sahilinə, balıq tutmağa. Olur ki, bir-iki balıq da tutur. Bəxti gətirməyəndə daha neyniyəsidir ki? Əl boş qayıdır evə. Hər dəfə şikarını aldatmağı bacaran Fəxrəddin kişinin bu dəfə işi çətinə düşüb. Külə imkan vermir, saatlardır ki, qarmağa balıq düşəcəyini gözləyir. Amma şikar təbiətin şıltaqlığından yaralanıb, yemini elə qamarlayır ki, ovçu heç cür duyuq düşmür. Tuturuq, külək olmasa tuturuq. İndi küləkli də bildirmir. Fəxrəddin kişinin balıq tuta bilməməsində tək səbəb küləkli hava deyil. Balıq yox deyil, tokla qırıblar. Toklayırlar, ona görə də elə bir dənə, 2 dənə, 3 dənə patologu tutub gedirsən görə. Deyəsən balıq qarmağa düşdü. Düşdü, yox, alınmadı. Tilo bu dəfə də Fəxrəddin kişini yosunla alladır. O isə yosunu təmizləyib yenə qarmağa atır. Bu dəfə daha uzağa. Fəxrəddin kişi ümidini itirmir, inanır ki, bugün balığın ağzı tilovun qarmağına pərçimlənəcək və o evinə ruzi apara biləcək. Bircə külək sovuşsa, balıq da qarmağa ox kimi sancılan qurdu yesə, iş bitər və üzlər gülər. Bugünlük bu qədər. Sizin də rastınıza çıxan maraqlı və mühüm hadisələr varsa, çəkib bizə yollayın, yayımlayaq. Sağ olun, azadlıqda qalın.